Salam, hər vaxtınız xeyir. Artıq 10 gün, 2 həftəyə yaxındır ki, yeni video yükləyə bilmirəm müəyyən səbəblərə görə. Yəni vaxtım olmur, başım çox qarışıqdır axır vaxtlar. Bu günləri istədim video çəkim çünki çoxlu kommentlər gəlir, görürəm. Yəni video gözləyənlər var və ən əsası video kommentlərin əksəriyyəti qrafik oxuya bilməməsindən bağlıdır. Açığı bu ara verməyimin bir növ səbəbi də videonu tam izləyə bilməyiniz idi ki, tam ardıcıllıqla tələsmədən izləyəsiniz və tam qavrayandan sonra, yəni bütün videolar izlənsin və yenidən başlayaq. Yenidən deyəndə ki, açığı, yəni suallara görə yeni video çəkmək o mənada. Və belə görürəm ki, qrafik oxumaqda çətinlik çəkir əksəriyyəti. Bilmirəm, bütün videolara baxmısınız, baxmamısınız. Mən ən birincidən, yəni trendline çəkilişindən tutmuş, dəstək direnç və s. qrafik oxunma videoları da ayrıca çəkmişəm. Və hər dəfə də izah eləyəndə qrafik oxunmasında detallı izah edirəm ki, ilk növbədə qrafikdə nəyə baxmaq lazımdır? Yönümüzü bilmək üçün nəyə baxmalıyıq? Yön biləndən sonra giriş hardan olmalıdır? Yəni bu məlumatları verirəm, amma hər dəfə girişdə çətinlik çəkirsiniz. Bu videoda da yenidən qrafik oxunması ilə bağlı çalışacağam, lap detallı danışım. Bu videonu deməli kommentində mənim danışdığım və sizin başa düşmədiyiniz nə varsa onu qeyd edin və ümumiyyətlə problem nədir, nəyi oxuya bilmirsiniz onu tam olaraq qeyd edin ki, sən bunu deyirsən amma biz bunu görmürük və yaxud sən bunu deyirsən amma elə olmur. Bu kimi misalları mənə yazın, mənə də aydın olsun və onun üzərindən video çəkim. İlk növbədə deməli Backdesk saytıdır. Trade.kasa bu ilə bağlı da video çəkmişdim. Yəni bu günlər istədim Backdesk edəyə də danışım. İlk növbədə günə başlayanda, yəni qrafika baxırsınız, nə görürsünüz? Bu hal-hazırda daily qrafikdir. Siz başlayanda, yəni qrafiki belə görürsünüz böyük ehtimal, çünki qrafik biz 5 dəqiqəlikdədir. Amma elə olmamalıdır. Günə başladınızsa, qrafika baxırsınızsa, sizi bu aldadacaq. Bu görsəniş sizi aldadacaq və grafikin nə cür yerdə olduğunu bilməyəcəksiniz. Hər dəfə deyirəm, bu videoda da yenə deyirəm. İndi bu videoda bütün gün dəqiqədə deməyəcəm ki, hər dəfə deyirəm. Amma qısacası elə bir sıfır video yenidən başlayırıq dərsliyə. Keçin daily'yə. Daily qrafikdə baxın, nəyə baxırsınız? Düzdür ki, çox keçmişə getməyin mənası yoxdur. Bu demək olar ilin əvvəl. Bu hansı tarixdir? 25-ci il niyə? Mən 24-cü il qoymuşdum axı bu. Deyək ki, bizim keçmişdən qalan bir hayımız var. O hayı qeyd edirik daily'də. Baxırıq, daily gəlib buranı qırıb. Hətta gəlib test edib buranı. Amma burada mən variant görürəm. Hətta qoy line'da baxaq. Line'da fikir verirsiniz, bax burada bir direnç var, bax bu hissə. Bax bu hissə qırılıb, qalxıb. Keçirik candle'a, şamda. Konkret bu yüksələn trenddir. Hardan bilirik? Dediyim kimi açdınız qrafiki. Nə görürsünüz? Yüksəlir də, düzdür? Çəkin xəttimizi. Yüksələn trenddir, qalxır gündəliklər. Gündəlik şamlar hamısı qalxır. Mən əvvəl trade eləyəndə yüksələn şey görəndə dedim ki, bu çox şey qalxıb, bu qədər qalxa bilməz, sel açım düşməlidir bu. Ən böyük səhvlərimdən biri də odur. O olmuşdu əvvəllər. Yüksələn şeyə sel açmazlar. Burada sel ancaq korreksiya məqsədli sel ola bilər. Biz oturub buradan sel gözləməli deyilik. O deyilir, trend bizim dostumuzdur. Doğrudan da trend bizim hansı istiqaməti əməliyyat açacağımızı qərar verən bir amillərdən biridir. Biz bilməliyik ki, bazar hara gedir? Biz də qoşuluruq bazarın axınına, o axında gedirik. Oradan indi nə tutduq. Məqsədi bu cür görməlisiniz bazarda. Bazar hara gedir? Axına qoşulmaq lazımdır. Axın qalxırsa sən də qalx gündən. Bas bayıvı gözlə qoy əməliyyatın gəlsin. Amma hardan? Əgər qrafik oxumaqda çətinlik çəkirsinizsə, entry-bizi tapa bilmirsə, indi bu videoda ondan danışmaq istəyirəm. Bu iynənin dəstəyi direncidir, üzr istəyirəm. Bu gövdənin direncidir. Trend yüksələn trenddədir. Bizim aşağı hissəmiz təqribi düşür. Burada sayılır. Bura qoydum. Hətta line'da da baxaq. Line'da nəyə görə baxıram? Şamda siz də həmçinin tam görə bilmədik. Hətta burada ayda mən bir dənə pauza verim. Sizin vaxtınız getməsin deyə mən görürsüz pauza verirəm. Necə düşüncəli insanam. Bunu hətta burada siz qoya bilərik. Çünki mənim üçün əslində deyildəki dəstək bu hissə sayıla bilər. Formada hətta oradır. Nəyə görə line'a keçirəm? Siz də həmçinin şamlarda görə bilmədiyiniz dəstək direnci line-dan daha dəqiqləşdirə bilərsiniz ki, əslində tam dəstək direnci haradır. Çünki bəzən iynələrlə gövdələr sizi çaşdıra bilər. İynədə belə baxanda direnci ata bilərsiniz bura. Amma həmçinin gövdəni də nəzərdə almalısınız. Adətən iynələrdən test edib qayıdır. Bax burada gördüyünüz kimi bu düşüş gəlib həm daily-ni doldurub FVG-sini, reaksiya alıb qalxıb. Görürsünüz necə işləyib. Həm FVG işləyib, həm retest işləyib. Gəlib qırdığı yeri test edib qalxıb. Biz nə gözləyirik bazardan? İndi biz daily qrafikimizi incələdik, bildik nədir vəziyyət, keçirik 4 saatlığa. Bu şama fikir verməyin, bu
backtest şeyinin necə deyim, aşıbqasıdır yəni də, ona fikir verməyin. 4 saatlıqda burada deməli boşluq olub, həm də daldan baxanda keçmişdə, bayaq Dale-də baxanda bu xətt nəyin xətti idi? Dale-nin hayı. Bu xətt çaşdırmasın deyə silirəm. Gəlib buranı ziyarət edib və qalxıb. Hətta saatlığa keçək baxaq. Saatlıqda da həmçinin. Gəlib boşluğu doldurub qalxıb. Misal üçün bu hissədə qalxan trenddə siz saatlıqda girib baxanda bunun nöş düşdüyündən xəbəriniz olmayacaqdır. Çünki Dale-dən xəbəriniz yoxdur. Qrafik oxunmasında həmişə deyirəm. Keçin daldan baxın qrafikə. Keçin bir dənə əsərə baxırsınız, portretə baxırsınız, rəsm əsəridir. O dilləri şəkilə geniş perspektivdən baxmaq lazımdır. Şəkilə yaxından baxanda çox anlaşılır olmur. Gərək gedib uzaqdan baxasan ki, tam oxuya biləsən şəkili, görə biləsən şəkili. Qrafik də o cürdür. Uzaqdan baxmaq lazımdır qrafikə. Yəni uzaqdan nə mənada? Daha uzun time frame-də, zaman dilimində. Deyil də baxın görün bunun bura düşməsinin səbəbi nədir? Bəzi adamlar, məsələn, bu hissəni bir dənə alın bura, belə eləyək. Keçək misal üçün 5 dəqiqəyə. Bu hissədə burada bay açan adamlar bu riski belə düşəndə deyiblər ki, buna nə oldu? Bu qalxan trend niyə düşdü ki? Mən nə səhv eləyirəm ki? Bax, izah eləyirəm. Səhv odur ki, başını soxmusan 5 dəqiqənin içinə, xəbərin yoxdur arxada baş verən prosesdən. Əlbəttə bu düşəndə sən şoka düşəcəksən ki, bu niyə düşdü? Gül kimi qalxırdı da, mən elə bay açanda düşdü. Sən bay açanda düşmədi, sən xəbərin yoxdur ki, Dale-də orada düşməli idi bu. Bu Dale-də 4 saatlıqda, saatlıqda aşağıda boşluq qoyub. Bu Dale-nin boşluğunu görürsən buranı bax. Bu boşluğa düşməsin, bu bədbəxt gəlib FVG-ni doldurmasın. Doldurmalıdır da axır əvvəl. Sənin indi bay açdığın yerə düşüb deyə təsadüfən. Sən təsadüfən əməliyyat açmalı deyilsən. Sən bilməlisən arxa fonda nə baş verir. Arxa fonda Dale-nin boşluğu var. Arxa fonda 4 saatlığın boşluğu var. Saatlığın boşluğu var. Bunları doldurmalıdır ya yox. Qırıldığı yeri test eləməlidir ya yox. Bunları görməlisən. Qrafik oxuya bilməm. Niyə görə oxuya bilmirsən? Çünki girmirsən 1 dəqiqəlik, 5 dəqiqəlik içinə. Yenə deyirəm, bu video ümid edirəm ki, qrafik oxuya bilməyənlər üçün bir kömək olar. Dale-dən başlayın, 4 saatlığa keçin, 4 saatlıqdan saatlığa keçin, qərarlaşdırın, trend xəttini qərarlaşdırın və özünüz üçün, giriş üçün korreksiya gözləyin. Deyək, biz nəyi qərarlaşdırdıq? Trend yüksələn trenddir. Giriş hardan olmalıdır? Deyək ki, bu heç buradadır. Lap bundan sonrasından danışaq. Olub keçəndən danışmaq asandır. Yenə də trend yüksəlir. Yeni hayı da alıb, qalxıb. İndi nə görürəm mən burada? Burada boşluq olub, bu iynə gəlib bunu alıb, burada qalıb, sonra gəlib bunu ala bilmədiyinə görə qalxıb. Mən yenə buralara gəlməsini gözləyirəm. 4 saatlığa baxım. 4 saatlıqda bu zonaya gəlməsini gözləyərdim. Bax bura. Yəni mən bay açacamsa, bunun aşağı düşməsini gözləyərəm. Nəyə görə? Çünki aşağıda boşluq var. Bu boşluğu doldurmamış, bu qalxmaz. Mən buradan düşünsəm ki, dayı bura keçib, bura qayıtmaz. Mən bay açacam. Bax, misal üçün gəlin belə eləyək. Bax, mən buradan bay açsam, stopu hara qoymalıyım? Bura qoyacam stopu. Mən stopu bura qoysam, gərək bu tıpını hara qoymalıyam mən? Keçək 1 saatlığa. Misal üçün 2 olması üçün bura qoymalıyım, düzdür? Bu çox axmaq girişdir. Bəlkə də gələ bilər ha, amma yəni çox risklidir mənim üçün. Mən bunu belə görmürəm. Siz amma nə edirsiniz? Yəni bilməyənlər, qrafika oxuya bilməyənlər nə edir? Qalxır, elə qalxa da girir. Biz gözdə də, məsəl saatlıqda mən gözümlə görürəm ki, burada bu qədər şey var, boşluq var. Bir bu boşluq var, bir bura var. Bu aşağı düşməmiş, bu yuxarı qalxmaz. Bu zona var, bu zonalar var. Məsəl üçün mən gözləyirəm heç olmasa bura gəlsin. Cəhənnəm stopu qoyaram bura. Amma da buradan girmərəm də. Nə edirik? Məsəl üçün dediyim kimi bu zonadan və yaxud bu zonadan giriş gözləyirik. Saatlıqdır. Hə, baxaq. Qızıl adamdır be. Qalxa getdi. Burandan ondan sonra buradan da girmək olardı. Düzdür, istədiyim yerə tam gəlmədi. Çünki ola bilər də istədiyim yerə gəlmədi. Amma buradan da girsəydim, bu yenə gəlib düşəcəkdi aşağı. Və o cür stopla da riskli əməliyyata girmək çox risklidir. Həm də bu aralıqda, yəni tıpı gözləmək üçün həftələr lazımdır. Tam istədiyim yerə düşmədi. Burada range yarandı. Buranı qırdı, baxaq. Gövdənin üstündə bağladı, şamın üstündə bağladı. İndi gəl buradan baxaq. Çünki istədiyimiz yerə gəlmədi. Bu söhbət heç nə iptal. Bura gəlmədi. İndi gözləyirəm belə bir giriş. Deyə əməliyyat açıldı buradan.
çox uzanır, çox uzandı. Yəni bu boyda uzun olmalıdır. Yəni bizə tıpı olmağımız vacib deyil. Hə, tıpı olduq. Söhbət ondan getmir. Belə trade eləmək nə var? Amma bu girişimizdən 17-si girib bizi 23-ü şeylədi. Tıpı elədi. 19, 20, 21, 25 günə. Düzdür, mənim baxdığım qrafikdə, yəni analizimdə biraz swing sayılır. Yəni məsələ burada tıpı gec olmaq, tez olmaq deyil. Əgər 4 saatlıqda deyil də analiz edirsə, onsuz da sizin trade və swing sayılır və 3 günə, 5 günə, 1 günə ola bilər. Sadəcə burada niyyət girişi anlamaqdır. Çünki mən hal-hazırda 4 saatlıqda göstərirəm. Bu həmçinin 15 dəqiqə, 5 dəqiqə də aiddir. Nəyə aiddir? Məqsəd 15 dəqiqəlikdə, 5 dəqiqəlikdə elə olur. Deyək ki, biz saatlıqda boşluq gözləyirik, korreksiya gözləyirik ki, buy girmək üçün. 15 dəqiqəlikdə də onu gözləmək lazımdır. Misal üçün, burada nə oldu? Bax, uçdu getdi yenə. Bir dənə tam şey eləyim. 4 saatlıqdır bu. Yenə bax, burada boşluq var. Attım buralara. Bura mənim üçün dəstək səviyyəsidir. Bura boşluqdur. 15 dəqiqəlikdə nə gözləyərəm mən? 15 dəqiqəlikdə bura düşməsini gözləyərəm. Deyək ki, 5 dəqiqəliyə baxırsan. 5 dəqiqəlikdə gözləyərəm bura düşsün, buradan buy açım. Məsəl üçün atıram belə. Burada gələ bilər. Bir dənə saatlığa baxım. Hə, buradan açıram. Stopu da qoydum təqribi bura. Gəldik, girişimiz açıldı. Stop elədi bizi. Niyə görə? Bilmirəm. Baxaq görə nəyə görə. Heç bir fikrim yoxdur. Nəyə görə stop elədi? İndi bu qalxacaq onsuz da yuxarı. Bəs niyə stop elədi bizi? Baxaq. Niyə görə stop oldu ki burada? Necə buna görə? Dale'də nə var idi? Dale'yə baxmadım mən. Dale'də hə, bax görsən? Bayaqdan danışdığım söhbət. Nə var girdim yenə 5 dəqiqəlik, 15 dəqiqəliyin içinə. Dale'in boşluğunu görmədim. Qırdığı yeri test eləməyini gözləmədim. Bayaqdan danışıram, ha, təpədən buy girmək olmaz. Korreksiya gözləmək lazımdır. 5 dəqiqəlik, 15 dəqiqəliyin içinə girdiyimə görə xəbərim olmadı arxadan. Çünki mən arxaya getməliydim. Dale'yə baxmalıydım ki, niyə bu Dale bura kimi düşdü? Başa düşdünüz indi? Çox gözəl oldu. Bax stop oldum. Stopumun da fərqindəyəm ki, nəyə görə oldum. Çünki Dale'yə baxmadım. Dale də bunun düşəcəyini gözləməliydim mən. Bu qırdığı yeri test eləməliydi. Buradakı FVG-yə gəlməliydi. Baxın. Bax bu hissə. Buranı doldurub qalxmalıydı. Gəlib doldurdu, qalxdı. 4 saatlığa baxın. Ano hissə. Bax burada boşluq olub. Buranı gözləməliydim. Amma mən gözləmədim. Niyə? Çünki girmişdim 5 dəqiqəliyin içinə. Xəbərim yox idi arxa fonda baş verəndən. Bayaqdan sizə öyrətdiyim şeyi özüm eləmədim. Ona görə xoşum gəlmir balaca time'dan. Balaca time adam girir, arxa fonda baş verənlərdən xəbəri olmur. Mən uzun müddət, yəni scalper olmuşam, intraday trade eləmişəm, amma yəni çox adamı stop eləyir, çox əlaqəsiz hərəkət eləyir qızılbaşı axır vaxtlar. Ona görə də ən yaxşısı mən məsləhət görərdim ki, swing trade eləyəsiz. Yəni ya da scalp eləyirsə belə mütləq arxa fonda baş verən hadisələrdən xəbəriniz olmalıdır ki, bu hara kimi gələ bilər. Bu Dale'ni doldurmaq üçün bura düşübmüş və sonra yenidən qalxıb gedib. Belə baxanda, hə, tıpı olmağımız bizə dediyim kimi vacib deyil, onsuz da tıpı da olmamışıq zaten. Bunun bura düşmə səbəbi niyə görə olub? Mən 4 saatlıqda Dale'də buna baxsaydım, Dale'də görərdim ki, buranı doldurma yeri var. Mən stopu qoyardım, deyək ki, bax bura. Stop bura qoysaydım, düzdür, o çox stop olur, bu boyda stop qoyulmur. Bu boyda stop qoyulmaması üçün də mən nə etməliydim? Girişim mənim olmalıydı buradan. Heç olmasa bax buradan olmalıydı girişim. Stopu da qoymalıydım bura. Və bu eləyirdi 2.40 ucu. Hətta bunu 2 də eləyə bilərdim. Yenə də tıpı olurdum. Bildiniz nəyə görə giriş vacibdir? Mən təpədən bayaq açmışdım. Təpədən bayaq açmaq lazım deyil. Bayaq özüm dediyim kimi korreksiyanı gözləmək lazımdır. Mən gözləmədim korreksiyanı. Baxın burada mən bu hissədə girdim 15 dəqiqənin içində, xəbərim olmadı baş verən hadisədən. Mən düz demək olar ki, təpə hissəsindən buy açdım. Halbuki bunun ilə aşağı düşmək üçün səbəbi var idi. Yəni qrafik oxumaq üçün mütləq arxa fonda baş verənləri bilmək lazımdır. Arxa fon dediyim nədir? Böyük time. Dale'də nə baş verir bilməlisən onu. Dale qalxır, lap yaxşı. Sənin yönün buy donsda. Sən bu soxa-soxda sel aça bilməzsən. Amma buy hardan açmalısan? Məsələn açdım da bayağı mən. Gördünüz stop oldum. Niyə? Çünki ən təpədən buy açdım. Mən gözləməliydim ən təpədən korreksiya olsun, bax bu korreksiya. Bu düşsün bura, sonra buradan açım. Məsəl üçün yenə baxaq. Bir dənə də back test eləyim, videonu sonlandırmağı düşünürəm.
Qalxır yenə daily. Hara kimi qalxır? Qalxsın da lap yaxşı. Ümid edirəm bu səs çox möhkəm olmayıb. Burada 4 saatlığın FVG-si var. Saatlığın bloku var. İnanmıram bunu qırıb düşsün. Amma bu da var da yəni. Bilmək olmur. Çox gec-gecə qrafikdə hal-hazırda əslində. Amma bildiyimiz şey nədir? Yüksələn trenddir. Mən gözləyərdim gəlsin biraz aşağı, sonra girim. Çünki yenə təpədən girmək riski var. Çünki yenə yüksələn şey çox qalxıb yəni. Hardan girərdim? Nə bilim. Buradan girərdim əslində. Ən qəşəng yer doğrudan da buradır. Stopu da qoyardım bura ya da bura. Hətta bura qoyardım. Topu da bax. 2 qoysam bəsdir. Laf çox olar ya. Bu laf belə 3 də olar. 3 də gözləyərdim. Bu bura düşər düşməz. Gəlin baxaq da birlikdə görək. Düşər düşməz. Düşməzmiş. Bugün bütün backtestlərim stop olub, bilməm niyə. Reklam bir yerdə izləməli oluruq. Çünki reklam müddəti 30 saniyədən 15 saniyəyə endirilib. Niyə stop oluram mən? Niyə stop oluram görəsən? Stop oldum çünki heç bir fikrim yoxdur. Stop olmamışım. Mən niyə stop oluram ki? Sadəcə girişimə gəlmədi. Başım xarab olub mən. Girişimə gəlmədi heç nə. Mən düşünürdüm buradan girərəm, olmadı. Okey. Fikir verdiniz hərəkətə. Ayda teyba ya. Gördünüz? Bax, adam gic olur belə şey deyil. Necə bomba atmışam şeyi, limiti. Çox zor. Mən şoklardayım. Necə düzgün düşünmüşəm, görürsünüz? Əsas məsələ analizin düzgünlüyüdür. Bayaq görürsünüz, heyfsiləndim ki, niyə görə belə oldu, niyə girişimə gəlmədi. Bax, necə düşdü? Bu düşüşü gözləyirdiniz? Yox, qalxan trenddir də. Amma mən gözləyirdim. Çünki gözləyirdim bu zonaya gəlsin. Bilirsiniz niyə bura gəldi? Çünki 4 saatlığın qırdığı yeri test elədi. Bayaq dedim ya 4 saatlıqda burada boşluq var. Gördünüz, gəldi doldurdu oranı. Və qalxdı. Özdə düzdür, tam girişimə gəlmədi, amma yəni məsələ burada onsuz da o deyil. Məsələ qrafikin hərəkətini anlamaqdır. Qırılan yerlər test edilməlidir, boşluqlar doldurulmalıdır, trend istiqamətində getməlidir. Oyda buna baxayım. 6, 7, 8, 9, hətta buraxsam 10 da olar. Buraxım. Bax, olmadı, görürsünüz. Oldu bəlkə. 8.94. Dəhşət. Çox xoşum gəldi. Məncə sizin də xoşunuza gəlib. Sağ olun.